Ha. Aha. Bəli. Aha. Ama o şey ev için saatte götürüp Telegram botuna verebilirim. Her şeyi eləyir, ona edebilir. Niyə eləyə bilmir? Ben eləcəm ki, o API tanımır mı ya? Bəlkə sən düzgün vermirsən datanı, ona görə o bilmir ki, hardan götürmək lazım. İşte çarpmalı üçün class name'lere göndərəm ki, bu class name'lerine bu API'lərə daş gətir bura. Aha. Onun mesela bazar bəlkə Orada belə deyim də sən, misal üçün bir dənə turboaza girir. Düzü mən də eləməmişəm bunu. Çox maraqlıdır, dəhşət. Nə, N8? O heç, N8 bilirəm. N8-lə bəzi məşğul olmuşam azdan çoxdan. Prosta turbazda baxmamışam, binazda da baxmamışam. Nəyə? Sənə lazım olan şeylər nədir? Adıdır, şəkilləri, bir də bunlardır. Eləsə haqqında məlumatdır bizim oradakı. Ha, bunları götürməlidir, düzdürmü? Bunlar sən baxmısan hardan gəlib? Word-dən götürə bilsən arxadan ki, hansı request göndərəndə bunları yığır, gətirir. Onları götürüb N8-ə verə bilərsən. API-ləri düzgün verməlisən ona görə. Yəni çox sonuçdur. Yəni, çünki bunlar hamısı API əsasından gələn şeylərdir. Sənə gərək düzgün API point-ini tapsan ki, bu API-dən gəlir bütün datalar. Onu götürüb N8-ə versən ki, buna sorğular bir-bir artırıb. Və onlar bizi... Sizdə açıq. Bizdən bir uşaq var idi. Kiberdə. O bir dənə Python skripti yazmışdı. Bütün nömrələri Azərbaycan, bütün nömrələri elan qoyan adlardan hamısını yığmışdı bir yerə. Sonra satmışdı onu. O Sword yazıda lazım. Xarici şirkətə satmışdı bir dənə hansısa, bilməm nə məqsədlə də. Hə, onu elə. Ya datadır da, yəni günün sonunda sən kimin hansı nə satdığını, nə nömrə ilə satdığını zaten hamısını bilə bilirsən də. Ona görə hə. Maraqlı temadır və belə şeyləri alırlar. O skriptin özünü satmışdı. $300 satmışdı, $400. Hə? Hədən şey, Turbo Voice nə deməyək? İndi misal üçün Binazdır, Turboazdır, Tapazdır, Bosazdır. Bunların hamısının back-endi, kökü, hamısı eynidir. Çünki eyni şab, girəndə saytda görmürsünüz, eyni şeydir. Tamam. Yəni ona görə birində qursanız hamısında işləyəcək. Çox böyük ehtimalla. Sadəcə API-ləri bir dənə dəyişmək lazım olacaqdır və salam. Demək, burada kimlər var? Əli Rəhimli, Kəmalə. Kemal sən necə gəlməmişdin səhər? Tamam. Nicat Sultanov, Rəvan Hacızadə, Sübhan, Ülvi. Ülvi burada. Asəs düzdür, qoşulmuşdu. Prosta Asəs ayağını gəlməlidir. Elşən Məmmədov, Emin Paşayev, Əli Əliquliyev, Əli Rettim. Bu Əli Hüseynov deyək. Sənan Təbriz. Bu yoldaşlardan kim var? Bu yoldaşlardan heç kim yoxdur. Bunu götürək. Okey. Başlayaq uşaqlar dərsimizə. Demək, keçən dəfə biz sizlə Wi-Fi hücumlarından danışdıq, Wi-Fi qırmaqdan və s. danışdıq. Keçən dəfə dərsdə yox idi. Məhəmməd Ağazadə. Bəli. Sən mənfi 5 yazmışam. Hə. Demişdin sən mənə. Mən sənə nə demişdim? Yazmayacağım demişdim. Yoxsa nə demişdim? Hə. Demişdiniz altıbadan gələ dərsin, biz altıbadan da başlayalım. Mən nə dedim? Sən bir dənə yaz da bə. Görüb sənin səbəbin nə idi? Bir dənə nöqtə at mənə. Mən deyəsən sizin mesajda yazmışam, tanınma soruşmuşam. Hə, onda elə mənfi 5 haqq eləmişsən. Yaxşı. Uşaqlar, bugün də sizinlə Man in the Middle-ı keçməliyik. Bu bizim server pentesti keçməmişdən əvvəl son belə deyək də Wi-Fi ilə əlaqəli dərslərimizdir. İndi bilmirəm, USB Wi-Fi adapter tapdınız, tapmadınız, elədiniz, eləmədiniz. Elədinizsə nə gözəl, eləmədinizsə prosto gözəl. Amma eləsəz daha yaxşı olar. Bugün mən sizə həm Wi-Fi adapterlə, həm də Wi-Fi adaptersız eləyə bilərsinizmi onu göstərəcəm. Nəyi? Man in the Middle-ı. Əslində çox sadə hücumdur Man in the Middle hücumu da. Ümumi məntiqindən danışacağım. IRP spoofingdən danışacağım. Zaten siz IRP spoofingi mənə o vaxtı OSI modelindən hücumlar deyəndə demişdiniz. Yadınızda qalıbsa əgər öz dedikləriniz özünüzün. Siz mənə demişdiniz necə işlədiyini də ki, güya ki izah eləmişdiniz.
Düzdürmü? Ayso. İndi bu gün də onu eləyəcəyik sizlə. IRP spoofing man in the middle görək nə edə bilirik. Nə qədər mümkündür, mümkünsə nələri oxumaq mümkündür və bunlardan danışacağım. Əlimdə Wi-Fi adapteri var gördüyünüz kimi, amma mən Wi-Fi adapteri taxmayacağam. Kimdə Wi-Fi adapteri keçən dəfə taxmışıqsa, qoşmuşuqsa, onunla davam edə bilər. Tamam? Mən Wi-Fi adapteri olmayanlar üçün mən in the middle göstərəcəm. Amma yenə dediyim kimi, Wi-Fi adapteriniz varsa davam edə bilərsiniz. Bunsuz, amma kimsə deyər ki, mən in the middle eləyə bilirəmsə, mən Wi-Fi hücumları da eləyəcəm deyirsə, eləyəməyəcəksiniz. Yəni, onun başını buraxın, tamam mı? Sadəcə monitor mod, paket injection, virtual interface kimi şeylər indi eləyəcəyimiz hücumda lazım olmadığına görə biz Wi-Fi adaptersız da bunu eləyə bilirik. Əslində Wi-Fi adaptersız eləmirik, sadəcə Wi-Fi-yi öz daxili Wi-Fi adapterimizə qoşuruq uşaqlar. Siz Windows R eləyəndə, IP-ni vermək hissəsinə gedəndə uşaqlar, bura girəndə, buranı da biləm. Çöldə hava necədir? Çöldən gələnlər. Külək tamam yaxşıdır. Gözəl. Aha, bax buradan Wi-Fi-nin üstünə iki dəfə basıb, buradan detail hissəsinə girəndə uşaqlar, bax burada description-da sizin Wi-Fi adapterinizin adı yazılır. Ki sizin daxili Wi-Fi adapteriniz nədir? Tamam mı? Bizdə misal üçün görürsünüz Intel R, nə bilim Wi-Fi 6Y nə bilim. Bu mənim Wi-Fi adapterimin adı, tamam mı? Bu sizinkisi deyil. Bunu bir dənə görürəm buradan. Ondan sonra gedirəm Kaliyə. Kalidən settingsinə girəndə uşaqlar, keçən dəfə elədiyim yerə. Buradan network hissəsindən name hissəsini Intel Wi-Fi nə bilimdən qoyuram. Yəni öz daxili Wi-Fi kartımın adını qoyuram. Tamam mı? Bu belə olanda nə olacaq? Bu belə olanda məni hal-hazırda Millisec Wi-Fi ilə qoşur, amma ətrafdakı digər Wi-Fi-ləri görmürəm və yaxud onlara qoşula bilmirəm. Mənim kompüterim hansı Wi-Fi-yə qoşulubsa, mən ona qoşula bilirəm. Yəni çölə çıxa bilirəm, Wi-Fi-yə çıxa bilirəm, yəni bizim digər LAN-a çıxa bilirəm, amma bütün şəbəkələri görmürəm və bütün şəbəkələrə qoşula bilmirəm. Mən istəsəm Invicta-ya qoşulanmayacam. Ona qoşulmaq üçün gərək kompüterimin öz qoşulduğu Wi-Fi dəyişim. Amma belə şeyə çıxa bilirəm yəni. Bunu eləyəndən sonra artıq Kalimə girirəm və burada fikir versəm, indi baxacaqsınız, mən 192-li bir IP alacağam. Yəni 192 IP almaq nə deməkdir? Mən artıq NAT networkdən çıxmışam və görürəm şəbəkəni. Amma VLAN 0 olmayacaq da məndə, ETS 0 adı ilə olur. Baxın, bir dənə terminal açıb. Baxın uşaqlar, burada if config yazıram və enter vuranda görürsünüz, məndə VLAN 0 deyə bir şey yoxdur. Tamam mı? Məndə ETS 0 var. Və burada da available network zad göstərmir, göstərməyəcək də, tamam mı? Çünki mənim daxili kartım bura qoşanda ona qadir deyil. O sadəcə bir dənə Wi-Fi. O da ki, kompüterim hansı Wi-Fi-yə qoşulubsa ona qoşulmağa kömək eləyir. İndi Millisec-ə qoşulacam mən, bircə dəqiqə. Aha. Bax uşaqlar, burada fikir verirsiniz. Bir dənə if config eləyim. Bir də service network manager restart edeyim. If config edeyim. Söndürüm, yandırım. Burada gördüyünüz kimi hal-hazırda mənim aldığım IP, yəni Millisec'in routerundan aldığım IP 192.168.0.152 uşaqlar. İndi biz burada IRP spoofing eləyəcək. IRP spoofing eləməmişdən əvvəl zəhmət olmasa siz mənə deyin görək, nədir IRP spoofing? Wi-Fi qoşulmaq yox. Yəni qoşulmaq lazımdırmı deyəndə internet olmalıdırmı deyirsənsə, lokal bir şəbəkəyə bəli qoşulmaq lazımdır. Hansı ki, elə bir bu siz hansı mərhələdə uşaqlar? Bu Wi-Fi-yi qırdıq, girdik Wi-Fi-ya. Ha, girdi ya. İndi nə edə bilərik mərhələsidir. Misal üçün, sadə bir şey mən indi deməli və yaxud da IRP spoofing-in mərhələsindəyik biz hal-hazırda. Qoy bu mərhələni də mənə ilkin izah eləsin. Aha, Elhin, sən birinci de görək. Nədir IRP? Buyur Zülcü. De mariflənsin uşaqlar. Yox, IRP spoofing-i neyinirəm mən? Sən mən IRP-ni deyirəm. IRP spoofing-i mən Mustafa deyəcəm. Çox sadə bir protokoldur. Lablarda da var idi bu. İşləmizdir labları. Orada da bir dəfə sual cavab eləmişdik sizlə ki, IRP nədir? Hətta bir dəfə yox, iki dəfə görmüşdük fərqli yerlərdə və ikisində də sual cavab eləmişdik IRP-nin nə olduğunu. Bu artıq üçüncü dəfədir ki, mən IRP-ni sizdən soruşuram nə olduğunu. Və ilkin buna cavab verəcək. Fərəcov, ilk ayva mənfi ilə başlama. Fərəcov üzünürsən?
Yox, sən Fərəcov deyirsən, sən Sadiq Zaydasən. Keçən ayı da mənfi ilə bitirmisən. Bu ayda mənfi ilə başlama. Buyur. Peki. İlkin. Mənfi 1. De Əkrəm. Nə dayır? ARP şəbəkədə MAC adresləri özündə tutur. Burada ARP şəbəkədə MAC adreslərini özündə tutmur. Xeyr. ARP table özündə. IP table-ın özündə. ARP table-ın da özündə tutmur. ARP-nin konkret işi nədir? Mən deyim, mən. Yox, David, gözlə. Ha? MAC adresləri özündə saxlayır. Sərgəldir. Yox. O da düzgün deyil. Daha normal şəkildə. Mən IRP table soruşmuram amma IRP protokolu özü şəbəkədə nə iş görür, onu soruşuram. O bir storage deyil ki, nəyi sözündə saxlasın. Əkrəm, nə oldu Əkrəm? MAC adresləri işləyir. MAC adresləri ötürmə, qad etmək, bunları yazılır. ARP protokol işləyir MAC adresləri. Deyirsən, amma tam düz demirsən. Murad, sən de görüm. ARP bu şəbəkə protokoludur, hansı ki IP-ni MAC adreslərinə çevirir. IP-ni MAC adreslərini çevirmir. IP ilə MAC adreslərini bir-birinə uyğunlaşdırır. Uyğunlaşdırır. Aha, və hansı layerdə işləyir bu Murad? İkinci layerdir. Başqa layerdə işləyirmi? Xeyr. Əminsən buna? Başqa layerdə işləməməyinə əminsən? Yox, işləyir. IP MAC deyirsə, işini düşdür. Networkdə var. İkisi networkdə. Sahib portu nə da ARP? Necə? Bilirsən sahib. Bilmirəm nədir? O şeyi bilməzsən ki, onu mən sizə deməmişəm. Sən keçən ayda mənfi 12 ilə bitirmişsən. Ondan əvvəlki ayda mənfi 4 ilə bitirmişsən. Hər ay mənfiləri artırırsan. Sahib bilirsən de, sadə bir şeydir. ARP portu yox. Sağ olsun Cipiti. Zaten deyir ki, ARP istifadə modelinə port işlədən protokol deyil. Niyə? Yaxşı, sən mənim səbəbini izah edə, sənə mənfi verməyəcəm. Bax, 19. qulaq astın sən, bir dənə mənə qulaq as. Bayaq Murad nəsə dedi? Dedi ki, ARP falan layerlərdə işləyir. Qulaq astın hansı layerlərdədir? Hansı layerlərdə? Hə, sağ ol. İndi sən mənə denən görüm, ARP-nin niyə portu yoxdur? Niyə portu yox? Bəli, bu sualına cavabı mən demişəm sizə. Və həmişə də demişdim ki, sizdən port soruşulanda ona fikir verin uşaqlar. Sonra da cavab verin. ARP niyə port yoxdur səncə? Bax, deyə sənə mənfi yazmıram. Hətta, oxuma, müsbət verəcəm sənə. Sahib, bu çox sadə bir şeydir ha. Yaxşı, sən... Bəli, mən deyim, bəli. Yox, gözlə də. Sən haradasan, David? Avtobusdasan, haradasan sən? Universitetdəyəm, əməli. Atilla desin. Atilla, niyə ARP-in portu yoxdur Atilla? Çox məntiqli bir və sadə bir cavabı var. Bunu sahib deyənmədi, ona görə sahib zaten mənfisini aldı. Atilla, sən də görək, nədir bunun məntiqli cavabı? Atilla da maşallah sahibdən dala qalmır. O da mənfilərlə bitirir hər ayı. Bəli. Mən istəyərəm ki, çiftlərə də hamıya ilk ayında, ilk şeyini müsbət yazın. Siz məni vadar edirsiniz ki, müəllim. Döşə geçsin ey mənfilər. Hə? Deyim yazım. Yox, sənə başqa sual verəcəm. Gözlə. Atilla. Cavab. ARP protokolunun ikinci və üçüncü layerdə işləyən protokolu. Niyə portu yoxdur Atilla? Çünki... Bəli, daha dediniz cavab. Mənfi bir Atilla.
Coşqun desən biz maariflənək. Ben bir toplarla yok. Cihazlarla işte. Səhvdir Coşqun. Səhvdir. Çox məntiqsiz bir cavabdır. Mak adresi yerine. Bilmiyorum. Baktım. Məsələdir məntiqdir. Əli sən de görüm. Sən də səhv deyirsən Əli. Necə yəni? Elə də yəni. Değil mi özüm? IP ilə işləyən hər şeyin portu olmur. Onu da belə çıxır ki. IP-ni istifadə elədiyi portda. DSP-in portu var mı Əli? DSP-in portu var, DSP. Bəli. Səhv deyirsən. Aha. Aha. Zeynallı idi da, hə. DSP-in isə portu nə idi? Sunay nə DSP-in portu? Ha, yaxşı. O IP istifadə eləmirmi DSP? Ha, IP ilə əlaqədə olmurmu? IP istifadə eləmirmi DSP? Sən yenə DNS-lə qarışdırırsan. Ha, DSP IP-dən istifadə edir yoxsa yox? Əli. Mənfi bir Əli. Lakin DSP IP-dən istifadə edir yoxsa yox? IP ilə işləyir. Əldə deyir ki, IP ilə işləyir deyə onun portu yoxdur. Bu düz açıqlamadı mı? ARP-nin misal üçün. ARP niyə portu yoxdur lakin? Yaxşı sən də. ARP DSP ilə UDP-dən istifadə edir. Sonda 4-cü layerdə də işləyir ARP. Transport layerdə də işləyir. TCP ilə UDP-dən istifadə elədiyinə görə də onun portu yoxdur. Hə, o nəyə görə portu yoxdur? Var, mən sadə bir sual verəm. Bu sualı mən niyə heç kim cavabını verə bilmir axı? ARP-nin niyə portu yoxdur? Müəllim, mən cavab verim də müəllim. IP soruşmuram ha mən. Aha. Aha. Və TCP ilə UDP varsa zaten onun portu olmalıdır ki. Mustafa deyil, deyə bilsinlər. Bəli. Portlar 4-cü layerdən başlayır, bəli. Düzdür. Port nömrələri biz demişdik axı, 4-cü layerdə və 4-cü layerdən yuxarıdakı layerlərdə verildiyinə görə ARP də 2-ci və 3-cü layerin protokolu olduğuna görə onun portu yoxdur. D. Əhməd ağa. ARP bir cihazın MAC ünvanını, daha doğrusu MAC ünvanını necə tapır? Necə işləyir? Uca işləməyi soruşuram. ARP, bəli. Adres Resolution Protocol. Və mən 3 dənə cihazım var şəbəkədə. Bir dənə də routerim var, düzdürmü? Bunun olsun IP-si 1.3, misal 192.168.1.3. Bu da olsun 192.168.1.6. Okay? Router broadcast edir. Bax, bu cihaz, bir dənə fikir ver, bu cihazın MAC adresini tapmaq istəyir. Bu cihazı tapmaq istəyir, düzdürmü? Bu cihaz necə tapır onu ARP vasitəsilə? Kim atacaq? Maraqlanan deyəndə kimə maraqlıdır burada? 1.3, bax görsən mən izah edirsən baxmadın ona. 1.3, 1.6-nın MAC adresini bilmək istəyir. 1.3, 1.6 1.6-ya atır. Hardan bildi ki 1.6'dır? Yox, bu rəfəstədir. Yox, bilsən ya. Aha. Hey, deməyin qısaca heç nə. Sual verdiyim özü deyər, uzun və yaxud da qısa. Aha. O IP-sini öyrənmək istəyirsən, MAC adresi. Səncə nəyini öyrənmək istəyir? Hər halda IP-sini öyrənmək istəyir. Hər halda MAC adresini öyrənmək istəyir. Aha. Onda IP üzərində göndərəcək. Okey, nə edirsən mənə dinləndə? Bax izah elə. ARP nə edəcək burada ARP? IP request-də bu IP-ilə broadcast axırıcı bəs içində IP var, onun MAC adresini cavab göndərir. Broadcast edir.
ki, bəs bu IP kimdədir? Elə bir broadcast eləyir. Yoxsa deyir ki, bu IP kimdəsə MAC adresini müəyyən. Elə bir broadcast eləyir. Sonra nə olur bəs? O da reply için gönderir ki, O kim? Uşaq kimin IP adresi olsa sadece öz makalesini gönderir. Yəni 1.6 öz MAC adresini göndərir. Hara? 1.3-ə mi yoxsa broadcast-a mı? Broadcast. Broadcast-a. Düzmü deyir Fidan? Evet. Elə bir IP-yə finish oldu. Yəni IP-lər normal IP-lərlə yönləndirilir, amma artıq paket göndəriləcəksə MAC adres lazımdır. IP-ni elə bir deyək ki, məsələn bu IP hansı MAC adresdə, kim adresi olmalı. Konkret adını gönderir. Mən soruşuram kimə göndərir? Özündən. Yox 1.6 broadcast deyir ki, ey insanlar, mənim MAC adresim budur. Söz kim atılmışdı, onu tərəfdən, bir üç ədədlə göndərir. Bəli, bir üçə göndər. IRP request göndərilir. Yaxşı. İndi buna cavab verin. 192.168 1.0 şəbəkəsində. Tacnur. Əgər mən broadcast eləyirəmsə, mənim broadcast destination'ına yazdım IP və MAC nə olacaq? Sual verir. Və mən broadcast eləyəcəm, düzdürmü? 1.3 cihazı broadcast eləməlidir, düzdürmü? Biz indi bunu nəzəri olaraq deyirik ki, bu broadcast eləyir. Yaxşı, bəs bu praktikada broadcast ünvanı haradır? Misal üçün, 1.6-ya göndərsə destination yazar ki, 1.6 IP-sinə, düzdürmü? Yəni, sualını biraz da sadələşdirim. Mənə maraqlıdır, broadcast MAC ünvanı ilə broadcast IP ünvanı hansıdır? Bu şəbəkə üçün. Bu da lablarda var. Bu da lablarda var. Bilənlər əlini qaldırsın. 1 nəfər, 2 nəfər, 3 nəfər. Görürsən, bilirmi bu 3 nəfər? 4 nəfər. Məhəmmədə bax, oradan baxıb. Siz necə şuluq adamlarsınız. Mənə özü bilən lazımdır, cipti bilən yox. 4 nəfər option. Razınır? Sual başa düşmədi. Broadcast olanı hansı IP? Wireshark tutaq ki, düzdürmü? Wiresharkda IRP broadcast edir deyir ya. Tutaq ki, bu cihaz broadcast edir o şəbəkəyə ki, ey 1.6, sən kimsən? Mənə MAC adresidən. Sən bu cihazdan gedən bir paketi tutsan Wiresharkda. Ki, baxım görün bu hara göndər. Ora destination olaraq, yəni təyinat ünvanı olaraq, gedib çatacağı yer olaraq hansı IP yazılır? Yəni broadcast eləyir deyəndə hansı IP-ni nəzərdə tutulur? O hara göndərir? Yoxsa bütün IP-lər bir-bir seçib mi göndərir? Ki, alov hamısına. Orada 192.168 1.1-də, 2-də, 3-də, 5-də mi olur? Ya hara gedir? Yox, konkret IP ünvanı var ora. Yəni konkret broadcast IP ünvanı var, konkret broadcast MAC adresi var. Və mən Mustafa'nın kompüterini göndərmək istəsəm, mənə maraqlıdır Mustafa'nın kompüterin IP-si nədir, MAC ünvanı nədir? Mənim destination'ım, yəni təyinat ünvanım ora olacaq. Açanda görəcəm ki, bu gedən ünvan, hansı ki, çatacağı ünvan Mustafa'nındır. MAC-i də, IP-si də. Mənə maraqlıdır ki, broadcast olanda yaxşı o ünvan kimin olur? Hansı ünvan olur? Kimin IP-si olur? Kimin MAC ünvanı olur? Və yaxud da hansı IP, hansı MAC ünvanı olur? Sualım budur. Bunun da konkret cavabı labda da var idi ki, destination falan falan olur IP olaraq. MAC ünvanı olaraq da falan falan MAC ünvanı olur. Yazmışlar, çoxdan da mənfi yazmırdı. Yazmış. Var cavabı. Mənfi 1. Kəmalə? Bəli, hara buradan gəl, məni satma. Sən gəlci yerə, sən baxmıram, narahat olma. Kəmalə? Özün yandırdı bax. Nə olmalıdır? 255 nədir? Bax, 192.168 1.0 şəbəkəsidir. Broadcast ünvanı nə olacaq? IP-si. Konkret bir dənə IP-dir. Deyəcəksən, bitəcək iş. De, qorxma, deysən. Səhv olsa da, düz olsa da, sən heç nə itirmirsən.
192.168.1.255. Bu nə olur? Bu broadcast IP ünvanı olur. Yaxşı. Bəs broadcast MAC ünvanı nə olur? Ay, mən bunu parçaladım, üstünə qoydum ya. Bu işləyəcək görürsən. Aha. Bilmirsən? Bilirsən. Bilirsən. IP-ni düz deyirsən. MAC-ı düz deyirsənmi görürsən? Düz bilirsənmi görürsən? Bir təxmin elə də yəni bir at bəlkə düz deyərsən. Yoxdur. Dədə 0.5 mənfi yazaq. D sahib. Broadcast MAC ünvanı hansı olur? Bəli. İki yazmadı da bir önünde bir şey yazdım. Xeyr. D. Atilla. Broadcast MAC ünvanı hansıdır? Ne? Eşitmedim Atilla. Broadcast MAC ünvanı. Ha, bu kadar sayıda bir şey var. Bir tane ünvandır. Deyirsiniz ki budur. Size kurtardı gitti. Buna göre hiç mənfi alar mı adam? Ha Coşkun? Almaz. Bəli. Bu görüyor orada. Var Atilla. Nedir? F'ler nedir? Hamza F. Kim diyorum sonra? İlkin. Düz deyir Atilla. Hamza deyir F'ler deyir. Kim salladı bunu? Yoksa düz mü deyir? Sen de öyle bilirsən. Yoksa sənə elə deyiblər. Atilla o informasiya hardan geldi birdən-birə sənə? Kimdən geldi birdən-birə? Qabaqdan gəlmədi. Yaxşı. Broadcast MAC ünvanında hardan düşdüsə də düz deyirsən. Canını qurtardın. Broadcast MAC ünvanı uşaqlar F olanlardır. Yəni sənin əgər MAC ünvanın budursa FF 2.FF 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 və 2.FF. Buna deyirlər broadcast MAC ünvanı uşaqlar. Əgər IRP ilə sən broadcast paket göndərirsənsə destination'da MAC ünvanı FFF olur. Və əgər bir 192'li bir şəbəkədəsənsə və orada broadcast edəcəksənsə, bəli, sənin IP-in son 255 olan zaten broadcast IP-in sayılırdı. Biz bunun network'ü ilk keçəndə demişdik. 192.168, əgər şəbəkən birli şəbəkədirsə 1.255 sənin olur broadcast. Hər şəbəkəyə qoşulu deyilsənsə, broadcast IP ünvanı sənin 255 və 255 IP ünvanıdır, broadcast IP ünvanı. Tamam mı? Bu şekilde olur. IRP FFF ve 255'e deyir ki, ey tutaq ki, Coşkun, kimsənsə ayağa dur. Tamam, mən girmişəm sənə Coşkunu tanımıram. Və burada Coşkun da özünü tanıtmaq üçün ayağa qalxır ki, mənəm Coşkun. Tamam mı? Və ondan sonra mən artıq bütün informasiyanı Coşkun üzərindən Coşkuna göndərirəm. Bax, IRP belə işləyir. Hə, burada bir məsələ var. Mən girdim içəri, heç birinizi tanımıram və deyirəm, ey Coşkun, kimsənsə ayağa dur. Coşkun ayağa durmamış, daldan Mustafa qalxdı ki, mənəm Coşkun. Mənim Mustafa'nın Coşkun olup olmayacağını doğrulaya biləcəyim bir yöntem var mı? Yoxdur uşaqlar. Yoxdur uşaqlar. Mən IRP protokolu olaraq, mən 192.168.1.3 cihazı olaraq doğrulaya bilmirəm ki, Mustafa Coşkundur mu yoxsa yox. IRP-nin doğrulama diye bir mexanizm yoxdur. Ona göre kim ayağa qalxsa deyir ki, okey, Coşkun odur. Və başlayıram Coşkuna göndərəcəyim bütün informasiyanı Mustafa'ya göndərmək. Əgər Mustafa da Coşkunla aramda bir əlaqə qurmağını istəyirsə, o da özünü çevirir ortadakı adama və mənim adımdan eyni şeyləri göndərir Coşkuna. Coşkun da cavabını verir, sonra onu fırlayır, qaytarır tezlərdən Coşkunun adından mənə. Tamam, və beləliklə əslində mən dolayısı yolundan Coşkunla danışıram. Amma Mustafa aracılığı ilə. Tamam mı? Bax, burada IRP spoofing ola bilir. IRP-nin təsdiqləmə mexanizmi olmadığına görə uşaqlar IRP spoofing günümüzdə hələ də baş verə bilir. Biz hər hansısa bir şəbəkəyə girəndən sonra, əgər orada firewall və yaxud routerun içində hər hansı bir konfigurasiya yoxdursa ki, IRP inspection aktivləşdirsin və belə saxta IRP paketləri göndərənə qoymasın, icazə verməsin, onda IRP spoof edə bilirsən. Yəni adi bir ev şəbəkələrində zadda demək olar ki, hamısında sən IRP spoofing edə bilərsən.
Tamam mı? Məsələ necə olur uşaqlar? Onu izah edeyim sizə. Bax sizin bir dənə cihazınız var. Tutaq ki 192.168 1.5 IP-li bir cihaz. Bir də sənin routerun var. 192.168 1.1. Tamam mı? Sən də ortadakı adamsan. Bax bu sənsən. Sən nə edirsən? Gəlirsən 1.5-ə başına saxta IP paketləri göndərmək ki, ay 1.5 və sən routerla əlaqə qurmalısın. Router mənəm. Və o 1.5 sənə router kimi tanıyır. Bundan sonra router'a göndərəcək hər şey sənə başlayacaq göndərməyə. Eyni şeyi də gedib 1.1-ə deyirsən. Deyirsən ki, ay 1.1 buna da başdan əlavə saxta IP paketləri göndərmək ki, ay 1.1 sən 1.5 cihazı ilə əlaqə qurmalısın, o mənəm. Mənlə əlaqə qurarsan. Deyib 1.5 kimi də özümü tanıdıram. Tamam mı? Və beləliklə nə olmuş oldu? Artıq 1.5 normalda trafiki belə göndərəsizsə belə göndər. Bu da normalda trafiki belə göndərəsizsə də belə göndər. Və beləliklə bunlar arasında paket gəlir, keçir, göndərim oyuna, qayıdır, gəlir və burada nə olur? Mən bir IP-dən gələni o biri IP-yə yönləndirməliyəm. Yəni nə baş verməlidir burada? IP forwarding baş verməlidir ki, başqa bir IP-dən gələni o yana göndərim. Mən də özümdə IP forwarding aktivləşdirirəm məsələn. Yox, aktivləşdirməsəm, ondan gələn paketlər məndə yığılacaq, routerdan gələn paketlər məndə yığılacaq və beləliklə bir-birini görməyəcəklər. Gedib çatmayacaqdır, qarşı tərəfin interneti gedəcək. Bu da mənə lazım olmayacaq bir şeydir. Niyə? Çünki mənim əsas məqsədim bura gələn gedən paketləri görməkdir. Ki bu internetə çıxanda hara gedir, neyniyəcək, tamam mı? Ona görə routerla əlaqəsini təmin etməliyəm. IP forward açıram və səlam. Artıq bu internetə girib şifrəsiz olaraq nə eləsə, şifrəsi nə deməkdir? Yəni encryption yoxdursa elədiyi trafikdə hər şeyi görürəm. Yəni VPN açmasa, o SSL TLS kimi sertifikatlardan istifadə etməsə, mən onun bütün trafikini, HTTP trafikini və s. görə bilirəm. HTTPS-i görə bilirəmmi? Yox. Çünki HTTPS-in içində SSL TLS şifrələməsi var və trafiki şifrələyir. Görmək olurmu? Mümkün yöntəm var, amma günümüzdə işləmir uşaqlar. Əvvəllər işləyirdi, indi günümüzdə çox da işləmir. İndi gəlin buna teorik hissəsini biləndən sonra praktik olaraq baxaq. IRPN portu nə oldu? Yoxdur. Hansı layerdə işləyir? Gərək də 2-3 dəfə soruşacağım. 2 ilə 3-də işləyir, bəli. SSL sertifikatını atanda HTTPS Atanda deyəndə. Yox, əgər o keysəndə varsa. Yəni sənin əlində olmalıdır, o sayt özünü hansı sertifikatı ilə şifrələyir, o sənin əlində olmalıdır. Onu da sənin əldə eləməyin 1 milyonda bir ehtimaldır ki, necəsə bir eyni sertifikat olsun, tamam? Çünki arası fərqli bir private bir şeylərdən istifadə edir. Uşaqlar, IRP spoofing eləmək üçün birinci bir şəbəkəyə qoşulmuşsa, ilk eləyəcəyimiz şey if config eləməkdir. Tacın oradan səs soyuq olmur. If config eləməkdir. Belə soyuq vurmur heç kimə. Vurur soyuq. Üşürsə? Ha? Tamam. Uşaqlar, bax birinci if config elədik. İndi mən burada ETS0 görürəm, siz VLAN 0 görəcəksiniz, əgər Wi-Fi ilə qoşulmusunuzsa. Burada bizim IP-miz var, düzdürmü? Hansı IP-dir bu? Hansı class IP-dir bu? IP olaraq. C class IP-dir bu. Hansı class subnet maskdır bəs bu? Subnet mask olaraq uşaqlar. C class deyil. Niyə görə? Çünki burada 255 deyil, 252-dir. Yəni bu B class-da deyil. Bu ümumiyyətlə, yəni ortada bir şeydir. C klası daha yaxındır. Burada 1024 dənə cihaz ola bilər uşaqlar. Tamam mı? 1024 dənə daha doğrusu IP ola bilər. Okay? Bu slash elə bil neçə olur? 29 olur deyirsən. Slash 29-a gəlib bərabər olmalıdır. 3 oktet düşdü, 32-dən 3 düş elə bil ki. Hələ 29 olmalı. Bəli. 29 olmalıdır bu hardasa. Slash 29. Tamam mı? Burada da 16 dənə IP adres ola bilər. 16 dənə IP adres, 14 dənə də cihaz ola bilər uşaqlar, maksimum qoşulsun. İndi mən bunu birazdan normal IP scan kimi eləyəcəm və baxaq görək burada hansı aktiv IP-lər var. Normalda, yox, səhv dedim mən. 252 neçə eləyir? 24 yox, 23 də yox. 22 eləyir deyirsən. 256, 22 eləyir deyirsən. Hə, deyirsən eləməlidir. Yəni bunu IP-sidirdən baxaq da görək neçə eləyir. 23 eləmir, yox. Slash 30 neçə dedim mən? Slash 252 dedim mən. Hə, düzdür. Mən hara getdim çıxdım mən. 30-da, hə. 22 52, hə, tapdıq. Bəli, 22.
22 neçə dənə cihaz? 1024 dənə IP, 1022 dənə də cihaz ola bilər. İndi mən 1022 dənə cihaz eləməyəcəm, çünki bizdə bütün IP-lər zaten 0-0-dadır. Yəni o biri subnetlərə heç keçməyə ehtiyac yoxdur. Gəlib burada nə edəcəm? Birinci IP skan, network skan eləyəcək uşaqlar. Network skan nəyə görə eləyirik? Mən bilməliyəm görüm. Hal-hazırda tutaq ki, siz mənim hədəfimsinizsə və ya hədəfim ola biləcəksə, baxıyorum hansı IP-lər aktivdir. Mən onu ata bilmərəm ki, bu IP aktiv olur. Onu skan eləyərək görməliyəm. Bunun üçün də şəbəkə skanerindən, yəni Mmap-dən istifadə edəcəm. Mmap-ın adını eşitmiş olarsınız indiyə kimi. Bəlkə bir dəfə də olsun. Mmap Network Mapper deməkdir. Şəbəkəni, IP-ləri, onların portlarını, onların üzərində işləyən servisləri və s. skan eləmək üçün. Baxa görə nə açıqdır, nə üzərində nə işləyir və s. Mmap-ın ən default skanı belədir uşaqlar. Mmap yazdınız, skan eləmək istədiyiniz IP və yaxud da IP aralığını yazırsınız və salam. Misal üçün 192.168 0.0/24 yazıram. Bu nə deməkdir? 0-dan 256-ya kimi deməkdir. 24/24 oradan gəlir. Tamam mı? 256 bit də. 256 IP. /24 eləyəcək və 0-dan 256-ya kimi bütün IP-lərə bir ping atacaq. 255-ə kimi bütün IP-lərə 256-dan IP ping atacaq. Görüm hansı aktivdir. Aktiv olanları göstərəcək. Mən bunu enter bassam, bu gedir həm aktiv IP-ləri skan edir, həm olan portlarını skan edir. Mənə port skan lazım deyil. Mənə lazım olan IP aktivdir, maksimum MAC adresidir və s. Ona görə -SN deyilən bir optionu var Mmap-in. Bundan istifadə edir. Bu nə deməkdir? Bu portsuz skan deməkdir. Yəni get IP-ləri skan elə, amma portları eləmə. Niyə eləmirəm? Və yaxud eləsəm nə olur? Eləsəm vaxt uzanır uşaqlar. Hər bir porta cavab göndərməyə, request atıb istəyək gözləmə uzanır. Ona görə tez mənə bitməyi üçün trace-dən yazıram ki, yəni portları eləmə. Prosto IP-ləri elə və s. Enter basıram, bəli. Biraz bir daha almışdım. Orada da Mmap'dan skaneri lazım. Anladığım çəkilişi ki, Mmap minus balata S bir sonra IP. Servis skandı. Keçdik Mmap-i. Mmap keçdik. Mmap-dən danışacağım daha doğrusu. Aktiv IP dediyimiz şəbəkədə qoşulu İşləyən IP-lərdir. Çünki 255 dənə IP-nin hamısı bir dəqiqə aktiv deyil də. Onun veribdi cihazlara, misal üçün deyirəm, 200-ünü verməyibdi cihazlara. Mənə 200 verməyən nəyə lazımdır ki? Və onu atıb tuta bilmərəm ki, bu aktivdir, yoxsa yox. Okay. Mənə lazımdır uşaqlar, bir, hədəf seçəcəyim bir IP, iki də routerun IP adresi. Tamam, routerun IP adresini necə öyrənə bilərsiniz? Burada. Uşaqlar, gəlib route yazsanız, root və enter vursanız, burada sizin default gateway'in IP adresini göstərir. Qoşulu olduğunuz şəbəkə üçün. Misal üçün, hal-hazırda bizim default gateway'imiz nə göstərir? 192.168.0.1. Zaten buradan da CMD'ni açsanız, buradan da IP config yazıb enter vursanız uşaqlar, burada da 192.168.0.1 olduğunu görürsünüz. Qoşulu deyil, qoşulu deyil. Bu şəkildə buradan IP-mizi öyrəndik. Uşaqlar 192.168.0.1 olduğunu. İndi bizə lazımdır hədəf cihaz. Burada da cihazları zaten çıxardım. Baxın. Və burada Azure Wave Technology, nə bilim, biraz yuxarı qalxsaq Intel Corporate, InnoMedia Logic, biraz da yuxarı qalxsaq Hon High Precision int və s. və yaxud LND və s. belə bu şəkildə yazıbdır. Və bunlar bizim cihazlar, nə bilim, Chongqi, Fungqi, nə bilim, Electronics nədir? Bunlar da hardan bilir? Bu MAC adreslərinə baxır. O MAC adreslərinə uyğun olaraq deyir ki, bu hansı firma. Tamam. Sən buradan hər hansı bir aktiv IP-ni götürə bilərsən. Tamam. Və onu istifadə edə bilərsən. İndi mənə lazım olacaq IP adresi, hansı IP adresi uşaqlar? Mənə lazım olacaq IP adres 15 IP adresidir. Niyə? Çünki mən hal-hazırda IRP spoofing-i göstərmək üçün öz Windows-umu eləyəcəm. Öz Linux-um, öz Windows-umdan hücum edəcək və Windows-da gələn gedən trafiki görə biləcəm. Tamam mı? Wireshark və yaxud da ki, hər hansısa bir başqa bir tool vasitəsilə. Ona görə hədəf bunu seçirəm. Zaten routerumda IP adresini bilirəm. Bundan indi o hədəf arasına, yəni 0.1 ilə 0.15 arasına girəcəm və onun trafikini görəcəm. Bunu necə edirəm? Birincisi, IP forwardı aktivləşdirmək lazımdır ki, qarşı tərəfdə internet getməsin uşaqlar. Qarşı tərəfdə də internetin getməməsi üçün nə edirsiniz? Eko nə olduğunu yəqin ki bilirik. Düzdürmü? Nədir Eko? Nə var? Eko print eləmək üçündür, amma yazmaq üçün də istifadə eləmək olur. Eko 1 yazıram, 0-1 məntiqidir, 0 deaktivdir, 1 aktivdir demək. Böyükdür, deyirəm, get bunu yaz hara? Proc papkasının içinə, sys papkasının içinə, net papkasının içində,
IPv4 papkası var. Onun içində IP forward var. Bunun üstə get bir yaz deyirəm. Tamam, bunu belə istəsəz götürə bilərsiniz. Çox sadə bir hücumdur uşaqlar. Bir dənə router icazə versə məsələsi var. İndi ona baxaq, icazə versə alır. Bunu yazdıq, enter bastıq, vəsə. IP forwardingimiz hal-hazırda aktivdir və biz hücuma başlaya bilərik. 2 dənə terminala bölürəm bunu. Birində router'a gedib deyəcəm ki, mən 15-əm. Birində də 15-ə gedib deyəcəm ki, mən router'am. Tamam. Bunu eləmək üçün 2 terminala böldüm. Komandımız belədir. ARP spoof -i hansı interfeyzdəsə onu yazacaqsınız. Mən ETH 0-dayam. Siz VLAN 0-da olacaqsınız. ETH 0 -t-yə də target yazırsınız. Deyirəm ki, fərqi yoxdur, birinci router yazırsınız, yoxsa 15 cihazını yazırsınız. 192.168 0.1 router'ı. Mən 192.168 0.15 cihazıyam. Tamam. Burada da tərsini deyirsiniz. Deyirsiniz ki, ARP spoof -i ETH 0 -t A192.168 0.15 cihazı. Mən 192.168 0.1 router'ıyam. Tamam. Bunlar yazdınız və indi enter'e basacaqsınız. Başlayacaq həm router'a, həm də ki 15 cihazına saxta ARP paketləri göndərməyə. Bizim Windows'da, indi Windows hədəfimizdə ARP table'ına baxmaq üçün istifadə edəcəyimiz komand budur. ARP-A. Sən buradan hal-hazırda qoşulu olduğun interfeysə baxıb, biz hansındayıq? Sıfırlı şəbəkədə. Daha əvvəl hansı cihazlarla əlaqə qurmuşsan və hansını öz ARP table-və yazmışsan, onları görə bilirsən. Siz çox rahat formada buradan hücuma məruz qalıb qalmadığınızı müəyyənləşdirə bilirsiniz. Necə müəyyənləşdirirsiniz? Əgər kimsə sənə ARP spoofing edirsə, burada bu router'ın IP adresini görürsünüz. Qalanı yazılan MAC başqa bir IP-də də olur. Elə bir hal ola bilərmi ki, şəbəkədə 2 dənə cihazın, fərqli cihazın MAC adresləri eyni olsun? Ümumiyyətlə elə bir şey ola bilərmi ki, dünya özdə 2 dənə fərqli cihazın MAC adresləri eyni olsun? Ola bilməz. Çünki demişik, MAC adresi unik bir şeydir. Sən burada görsən ki, tutaq ki, birinin sənin router'ın MAC adresi budur, aşağıda 128 IP-si var, onun da MAC adresi eynidir. Onda bilirsən ki, demək bu 128 cihazı kimdirsə, hal-hazırda sənə ARP spoofing edir. Öz MAC adresini router'a da veribdir ki, özünü router kimi göstərsin. Və hal-hazırda router'a gedənlər ona da gedir. Okay? Və bəyən adam ortadakı adamdır. Belə olan halda nə edə bilərsiniz? Ya VPN qoşdusunuz ki, trafik şifrləri getsin, adam görməsin. Ya internetdən çıxacaqsınız. Ya sən də əks hücum eləyəcəksən, nə bilim, internetdən qopartma hücum eləyəcəksən bu IP-yə ki, o da internetdən qopsun, ümumiyyətlə görməsin səni. Ya da başına şabalar vurursunuz ki, niyə belə bir şeysin? Tamam. Bunlar mümkün qoruma yöntəmləridir ki, hansı ki, sən bunlardan birindən istifadə edə bilərsən. Tamam, amma belə normal halda həmən girmişəm belə, risk iş elədim ki, mənə ARP spoofing var. Bunu heç aradan görənmirsiniz, bilənmirsiniz, hiss edənmirsiniz. Ancaq açsanız ARP table'ına baxsanız şübhələndiyiniz halda onu da bir üzə verə bilər. İndi eləyim, zaten görəcəksiniz. Bunu burada aktivləşdirdim. Bunu burada aktivləşdirdim. İndi bunlar başladı saxta ARP paketləri göndərməyə. İndi birazdan mənim 15 cihazımda MAC adres eyniləşməlidir. İndi baxaq görək. Fikir verirsiniz burada mənim MAC adresim budur. Eyni MAC başqa bir cihazda da varmı? 152. Ay sorry. Mən 152 nə edir mənə? ARP spoofing edir hal-hazırda. Tamam? Çünki 2 dənə eyni MAC adres ola bilməz. 152 kimdir? Mənim Linux. Okay? Və indi bundan sonra artıq mən gəlib Wireshark açıb buradan 115 cihazının daha doğrusu buradan ETH 0'ı seçirəm çünki mən ETH 0'a qoşuluyam. Dondum orada, onda internet gedibdir. Uşaqlar, internet gedir belə olan halda. Bu internetin getməyin səbəbi var. Nədir səbəb? Ya router qoymur. Router qoymur ki, sən ARP paketləri göndərərsən, ona görə belə bir hal yaranır. Ya da ki, sənin bu cihazı IP table'ında o paketləri forward eləməyə, belə deyək də, bir növ bunun daxili firewall deyək də, qadağa qoyubdur. Tamam mı? Bunu öyrənmək üçün mən sizə bayaq səhər komandlar atmışam. Necə dəqiqə. Gəl hücumu dayandırım. Yoxsa bu hamıda problem olacaq. Mütləq o komandları yazıb onu icazə verməlisiniz. Bəli. Bax, burada komandlar var. IP table ilə əlaqəli. Tamam mı? Bax, birinci bu komandı yazmalısınız ki, forward eləməyə icazə versin, accept eləsin. Tamam mı? Yazdınız bunu. Birinci bunu yazaq edəm. Bax, bu accept verəcək bizə. Hara getdi o? Bu deyil burada. Enter'i vurdum.
Ondan sonra gəlirəm burada ikinci bab bir bu komandları yazmaq lazım. Bunu götürdük. ETS0-a accept verdi. Bu artıq icazə verməlidir bizə ki, biz nə edə bilək? Bu paketləri göndərə bilək. İndi bunu eləyəndən sonra bir də göndərirəm. Sən icazə vermişsə də indi təzə nə istəyir? Söndürüb yandırıram axı hər dəfə. Bu daimi olaraq icazə vermir. Kalin söndürmüşdüm. Şu. İndi bunu bir də göndərirəm. İndi görə bir dəfə olacaqmı? Hal-hazırda internetim var. Görək yəni oldu mu? Bu arada hücum dayanan kimi burada MAC-adreslər eyniləşir. Təzədən şey olur. Əvvəlki formasına qayıdır. Okay? Bax, hal-hazırda mənim internetim görürsüz var və getməyib. Və mən normal bir refresh eləyəndə işləyir. Niyə görə? Çünki artıq icazə verib paketlər getməyə. Bayaq icazə vermirdi, yığılıb məndə qalırdı. Hədəfin interneti gedirdi. Şimdi mən bir dənə tutaq ki, deyirəm, web sayta girmək istəyirəm. Amma buradan gələn bütün paketləri görə bilirsiniz. Çoxlu YouTube paketləri gedir və s. Mənə lazım olan HTTP paketlərdir. HTTP yaza bilərəm bura. İndi o hədəf öz HTTP saytına zada girsə belə mən onu görəcəm. Tutaq ki, bir dənə HTTP sayta girək. Busu Unique HTTP-dir. HTTPS-dir məncə. Busu Bakı Dövlət. Var oxuyan Bakı Dövlət. Var. Bakı Dövlət uşaqlar HTTP-dir sayt. Və mən girdim Bakı Dövlətə. Tutaq ki, nə etmək istəyirəm? Gəlirəm burada müraciət eləmək istəyirəm. Düzdürmü? Hara müraciət eləmək istəyirəm? Heç hara müraciət eləyəmirəm. Aya? Tələbədən rektora müraciət eləmək istəyirəm uşaqlar. Ki, ay cənab rektor. Bəli, yazıram bura Əli. Murad. Yazıram bura Qasımov. Ata adı nədir Murad? Rəşad. Bunu da öyrəndik. Fakültən nədir? Yəni SMS şəhərdə onu deyərsən. İqtisadiyyat yoxdur ki burada. BMO olmalı, mən beynəlxalq olmalı. Beynəlxalq münasibətlər? O da yoxdur qardaş. Hə, bu və iqtisadiyyat. Okey. Kursun da 1, 3. Qrupun 731. Nöqtə neçəsi var, yoxsa elə 731? İyi var. 731 i. Sən burada bir də rektora təhqir yazaq. Buralar biraz sizə aşağılar. Yazaq bura. Random bir şeylər yazaq. Cəmaatın başını yandırmıyor. Okey. Buraları yazdıq, tutaq ki də yazdıq. Buraları da doldurduq, düzdürmü? Rektora müraciət edir də kimsə girib özü müraciət etmək istəyir. Tutaq ki deyək. Prosta HTTP-dir sayt. İndi biz random atdıq. Burada kod da yazaq. Bəlkə adam daltonikdir. Bunu necə görəcək? A, 4, 5, 8. Məktubumuzu göndərək. Telefon nömrəsi yazmaq lazımdır. 55, 555, 55, 55. Tamam, bunu da yazdıq və indi bunu göndərdik. Və hacker nə edir? Hacker bunu görə bilir uşaqlar. Və məktubu göndər. Bax, burada hacker gəlib öz var şəklində baxanda sənin web saytı göndərdiyi bütün HTTP trafiki görə bilir. Tamam mı? Və adam gəlsə buradan, indi bax, belə məlumat göndərmələr post sorğusu ilə gedir. Mən saytda post sorğusunu axtarmalıyam ki, görüm post sorğusu varmı? Bax, burada görürsə hamısı getdi. Get. Düşürəm aşağı, düşürəm. Burada görürsə post sorğuları gedir. Misal post application nə bilim nə. Buna girib, buradan HTML forum URL kod var. Bunu açsam, burada adam adı, soyadı, ata adı, fakültə adı və s. bütün məlumatları görə bilirəm. Tamam mı? Və eyni şəkildə HTTP saytda girib username, password'un yazsa, login olsa, nə bilim neynəsə, onların hamısını paralel görə biləcəm. Instagram'a girib. Instagramda görə bilərsənmi? Yox, çünki Instagram HTTP deyil, HTTPS deyil Instagram. Tamam. İndi birazdan bir dənə yöntəm var, onu göstərəcəm. Amma da işləmir də, görəcəksiniz ki, heç birini dəyişmədi. HTTP login page girək bir dənə. Unique HTTP-dir. Nəyi? Login hissəsi. Tələbə girmə. Unique-də nə idi tələbə girişi? Tələbə kabineti edim. Unique tələbə kabineti. Unique, bir dəqiqə. Kabinet.unique.da bu. Bu HTTPS daxil. Saytın özü də HTTPS. Əsas səhifəsi HTTP, o ola bilər. O ola bilər. Bizə bu lazımdır. Bu indi HTTPS düşalır. HTTPS olmayacaq. Şimdi mən çaşdırdınız, mən kimi HTTP login. Elə belə yək də. In URL.
Bunlar qırmırlar. Kim qırır bunu? Qırmaq mümkün deyil. Qırmaq deyəndə nəyi deyirsən qırmaq? Son deyəndə görməklə şəbəkənin praktiki görmək. Bunu görmək şifrəli gedir də, bunu görəməyirsiniz yox. Heç cür mümkün deyil. Mümkündür. Mən dedim axı bayaq, mümkündür. Əgər bunun SSL sertifikat sənədində varsa və yaxud da HTTPS çevirə bilsən də mümkündür. Onu çevirmək olur da əvvəl, rahat idi. Unix-dir, sənin dediyin bütün universitet saytlarını çevirmək olur, çox rahat. Hətta o vaxtı Instagramda çevirirdi, Facebookda çevirdi, LinkedIn belə çevirmiş, Google belə çevirmişdi yəni HTTP-yə. Prosta indi işləmir o skript. O da HTTP sözünü təkmilləşdirib, daha güclü olub, neyniyib, ona görə bu dəqiqə onu eləyə bilmirik təəssüflər olsun ki. Yəni işlətsək belə indi skripti vermir onu. İndi nə skriptin onu göstərəcəm bir 2 dəqiqəyə. Bir dənə bunu yoxlayım. Yox, daha önce bir 2 ildir ki işləmir. Əvvəllər işləyirdi ama. 25. Əvvəl işləyirdi, hə. Entitle login. Bəli. Login olmuşdur da, böyle aktualizasiya oldu. Hara? Aktualizasiya oldu, daha nasıl saytınız saytında. Sayta tıklayırıq, təzədən sayt uzaqsılır, bizim login orada da. Aha. Onda HTTP saytısa əgər. AIP-ni götürüb elə baxmaq olar ki, ARP-ni niyə götürsən? hər köstəm tutub, belə görməyəcəm. HTTP görəcəksən zaten. Login olmuşdur görəcək. Login olubdursa, yenə də HTTP baş verən bütün requestləri görürsən sən. Username password görməyirsən, amma girdiyi hər şeyi görəcəksən. Username password görmək üçün gərək username password göndərsin request olaraq. Onda get-ə baxmaq lazımdır. Yox. Get sorğular. Sən login olmusansa bir də username password göndərmir heç ara. Ancaq cookie-ni görə bilirsən. Cookie-ni götür, birbaşa get login ol da. Öz cookie-dən onun cookie-sini dəyişən kimi avtomatik login olacaqsan o. Tamam. Misal üçün uşaqlar, bax username-ə salam, password-a gəldim, yazdım, salam 1 2 3 4. Tamam. Submit-i bastım, site HTTP-dir, düzdürmü? HTTP olduğuna görə mən bura gəlib, bu düşdüm aşağı, yenə bir post sorğusu gedib və burada bir dəqiqə bu deyil. Bu burada, bu da deyil, bir dəqiqə. Bu getmədi. Bilirsən arxaya heç göndərmir ki bu. Tapmışdım bir dənə sayt. Bu bə, hə, bu da burada var da tutaq. Buraya yazdım Zaur, burada yazdım Zaur 1 2 3 4 tutaq. Login elədim. Və bu da bir login hissəsidir. Düşürəm aşağı. Və buradan posta baxsam, yenə burada eyni şəkildə biraz böyüdüm. Və görürsüz, username, passwordu görə bilirsiniz. Tamam. Ona görə web saytlarda tövsiyə olunur ki, heç vaxt HTTP istifadə olunmasın. Hətta bəzən web saytlarda bir error çıxır, SSL erroru ki, bəs bu web saytda sizin passwordlarınız, kredit kartı məlumatlarınız oğurlana bilər. Niyə görə oğurlana bilər deyir? Yəni ki, public yerlərdə belə bir şey girsən, kimsə mənimdə eləyib götürə bilər olar. Ona görə HTTP saytlara girmə. Çalış HTTPS saytlardan istifadə elə ki, bu məlumatları oğurlamasınlar uşaqlar. Tamam? Kimsə sizə demək istəyir? Hə. Burada tutalımda ətraflı axtarış. Saat bugün saat 4-də kimsə yazır, adını çıxarır. Aha. Amma indi saat 8-dir, mən də oturmuşam, baxıram ki, bəlkə də Varşak açıq idi o müddət ərzində. Varşak açıq zaten gəpirə düşüb. hə, müddətlər ərzində çıxarır. Ha, sən bunu qoy çıx get, o hara girsə zaten onlar. Çox şey gəldi, çox request gəldi. O qədər şeyin içində mən girməyəm. Sən ancaq ki protokol olaraq daha doğrusu infodan get requestlərini axtaracaqsan məsələn. Protokol olaraq HTTP axtaracaqsan, source hissəsinə əgər çoxlu IP-lərdən gəlibsə, konkret misal yazsan IP.src bərabərdir filan IP, tamam? Protokola HTTP yazırsan, bir də metod olaraq da post metodu seçsən məsələn, hamısı gəlib düşəcəksən. Zaten post metodunda gedir məlumatlar. Get metodunda getmir, tamam? Posta nə qədər gedir ki, 20 requestdən biri post olur vəssalam. Tamam? Əgər çox dəqiqə başı məlumat göndərmirsənsə serverə. Tamam? Ona görə şeylər problem olmur, rahat tapmaq olur olar. Bu şəkildə uşaqlar görə bilərik bunu. Hə, bunun başqa forması varmı? Var. Bunu avtomatik eləyə biləcəyiniz də tool var əlbəttə ki. Bu indi işin manual tərəfidir. Bir də burada mən HTTP yazmışam deyə ancaq HTTP baxa bilirik uşaqlar. O IP-dən nə olursa, istəyir FTP ilə getsin, istəyir nə ilə. Şifrəsiz nə getsə hamısı burada görünəcək uşaqlar. Çünki mən o cihazla şeyin arasına girmişəm. Yəni ancaq HTTP trafikin arasına girməmişəm. Burası indi HTTP-ni rahat eləyə bilirik deyə onu elədim. Okay mi? Bax, burada bu arada sizə bayaq dediyimi də göstərim. Burada görürsüz IRP ilə broadcast eləyib. Who has deyir 111, tell this'in öz IP-sini 15-ə. Mən onun üstünə bassam uşaqlar və bura gəlsəm, görürsünüz nə yazır? Duplicate IP address detected. Saxta IP paketləri göndərdiyinə görə belə olur uşaqlar. Tamam mı? Yəni bunu buradan bildirir. Və burada broadcast MAC adresi nə yazıb uşaqlar? FFFFF.
Gördünüz? Yəni buradan da artıq bunu tutmaq olur uşaqlar. Okay? Bax belə. Yəni biz bunu buradan görə bilərik rahat şəkildə. İndi məsələ nədir? Gəlin bunu bağlayaq və biz gedək bunu görək tool-la necə eləmək olur. Bax saxladım bunu. Uşaqlar bunu avtomatik eləməyin yolu Bettercap toolu var, ondan da eləyə bilərsiniz. Eyni şey. Bunu bağlayayım. Aha, yazırsınız bura. Bettercap, enter vurursunuz, avtomatik Bettercap açılır. Bunun bəzi modulları var. Bax, help yazdım. Burada bunun modulları var. Bu modullardan istənilən birini istifadə edə bilərsiniz. Bettercap ancaq IRP spoofing üçün deyil. Fərqli modullar var, ürəyiniz istəyəni eləyəcəksiniz. Yəni biz istifadə edəcəyik IRP spoofu. DNS spooflamaq istəyirsə var, DSP spooflamaq istəyirsə var, Mac-i dəyişmək istəyirsə Mac Changer modulu var. HTTP proxy qaldırmaq, HTTP server istəyirsə o da var. Nə bilim, Sync scan eləmək istəyirsə o da var. Yəni fərqli modullar var. Könlün hansını istəyirsə onu eləyəcəksən. Biz istifadə edəcəyik net.pro-bu. Bu şəbəkədə olan o bayaqki mmap kimi mümkün bütün IP-ləri sənə çıxardacaq. Yazırsınız bura net.probe adını. Bir də aktivləşdirmək istədiyiniz şey budursa, qabağına 10 yazırsınız. Onu aktivləşdirəcək avtomatik. Enter vurdum. Və bu getdi bütün mümkün IP-ləri bizə göstərir uşaqlar şəbəkədə. Tamam mı? Bayaqki mmap kimi. IP-lər qabağında bunun MAC adresi, IP-lər, MAC adresi, IP-lər, MAC adresi bu şəkildə göstərir. İndi bizə lazım olan şey nədir? Buradan yeni hədəf seçmək. Mənim hədəfim bəllidir. Help elədim. Və görürsünüz, 2 dənə modda işlədir. Probe-la recon. Bunlar ikisi də tapmaq üçündür. Lazım olan IRP spoofdur. Gəlin bunun haqqında öyrənək görək bu nədir? Help adını yazanda IRP.spoof onun haqqında məlumatı verir sizə. Necə başlatmaq olar, necə söndürmək olar, hansı parametrləri var. Buradan bizə 2 dənə parametr lazımdır. IRP spoof full duplex-lə IRP spoof target. Full duplex nədir? Deyir, əgər bu true olsa ki, default olaraq false-dur, deyirsən həm hədəfin, həm routerın IRP spoof-a məruz qalacaq. Not da keçir ki, burada deyir. Əgər routerın IRP spoofing-ə qarşı protection-ı varsa, sənin hücumun uğursuz olacaq. Bunu da əvvəlcədən bildirir sənə. Bir də IRP spoof targetdir ki, burada da deyik sən IP adreslərini, hədəfin IP adreslərini, IP adresini, MAC adreslərini, MAC adres aralığını, IP aralığını verə bilərsən. Biz də gəlib buraya yazırıq ki, dəyər vermək üçün set irp.spoof full duplex qabağına true. Bunu aktivləşdiririk. Bir də set irp.spoof target yazırıq. Bunun da qabağına hansı IP ünvanını hücum eləmək istəyirsə onu 192, 168, 0.15. Hədəfimizdə yazdıq. irp.spoof 10 eləyirəm uşaqlar, hücuma avtomatik aktivləşir. Enter və sınav. İndi gözləyirəm. Artıq hücumun başladı yəqin ki. Gəlin bir dənə buradan baxaq. Baxın burada görürsünüz, yenə də bunun MAC adresləri eynidir. Hə, burada indi var işıq açmadan gələn gedən paketləri görə bilirikmi? Bəli. Necə? Net.sinif eləyirsiniz. Belə bir modulu var. Net sinif. Bunu da 10 elədiniz. Enter. İndi HTTP saytlara girəndə görünməlidir. Misal. Yəni, refresh eləyək. Continue eləyək. Yəni, burada belə bir şey yazaq. Login eləyək. Bax, getdi bunlar. Və gəlirəm. Və burada görürsünüz uşaqlar. Və bu şəkildə HTTP request-ə gəlib düşür. Dən var işıq açmama ehtiyac yoxdur. Burada Zaur, bunun passwordu falan görünür. Okay? Bundan əvvəl yuxarıda nə göndərmişimsə hamısı bax bu formada görünür. Və yaxud da bu suya girsəm, Bakı dövlət, girdim, refresh elədim. Bax, onun request-i avtomatik aşağıda düşür. Ötdüm deyilsin. Hardasa get request-i gedib. Nə bilim, necə göndərsək, yenə də buradan rektora müraciət edək. Buna rektor baxır, görəsən. Birbaşa forward edib zibil qabıda. Bunu bura ataq. Və bunu da yazsam bura. Aha. Nömrəni görüb baxacaq. Nəsə bilmir ki, random nömrədir. U, S, A, M, U. Nə deyir? Kod doğru deyil. Düzü doğru deyil. Sən hansı developer yox, qardaş? Kod da yeniləmək olmur. U deyil bu. F, U deyil. S, A, M, M də bu. M deyil bu. M deyil. Bu U deyil. U'dur da. Fusamu.
Fusamo'dur da qardaş bu nə? Bu Mən... biraz qalın. Bəlkə Air-lə N-dir bu bəlkə. 3'dür. O da ola bilər aslında. Ben hiç yok ya. Bir dənə 3 də yoxlayaq düzdür. Ay səni mən. Yenileyemezsin. Hə, kod ancaq səhifəni yeniləyəndə dəyişir. Belə şey var. Belə şey olar. Bu demək ki, uşaqlar, bax bu captcha işləmir düzəməldir. Yəni sən request tutub milyon dənə request göndər. Captcha-nı ona görə qoyublar ki, sən dəqiqə başı request göndərəməyəsən. Amma onda səhv qoyublar. Həmən bunun requestini tutsam, brute force edib 1 milyon dənə requesti birdən göndərə bilərəm. İşlemini kesmek de olur. Sonunu eder değil. Ay, 8. Belə captcha olar. Nə oldu? Aha, müvəffəqiyyətlə göndərdik. Baxaq görək düşdüm bura. Hiç sayılacak ne kadar. Sociala bax. Allah. Ha, Fusamızda görsünüz ya burada düşüb bunlar hamısı. Bu bir requestləri özünü tutursunuz. Burp olsa indi biz burp suyu keçəndə webdə görəcəyik. Bu captcha-nı. Demək ancaq sayt səhifə yenilənəndə yeniləyir. Tamam mı? Hər şeyi göndərəndə yox. Sən bunu qəşəng göndərirsən, tutacaqsan, burada dəyişmir onsuz da. Bir şey dəyişib tap 1 milyon dənə requesti birdən göndərə bilirsən. Rektor da sevinir ki, o idi. Gördük. Tələbələrimiz nə qədər aktivdir. Hamısını oxuyacağam bəli. Görür ki, dəyişən bir dənə orada rəqəmlərin sayıdır. Və bu şəkildə görürsünüz, biz orada bayaqdan dəyişdikcə, onların hamısı gedib buradan və bu formada düşür. Bax görürsünüz, ad, soyad, telefon, hamısı gəlib bura düşür. Daha bu aşağı zadlaşmaya ehtiyac yoxdur. Nə request göndərsəm, o gəlib bura düşür. Hələ bunun içində də o bayaq dediyim HTTPS-i HTTP-yə çevirən bir dənə modul var, uşaqlar. Burada capletlər var. Siz bura Joplets.show yazsanız mümkün bütün capletləri göstərir. Capletlər nələrdir? Elə bir skriptlərdir. Burada biraz yuxarı qalxanda HSTS hijack deyilən caplet var. Bax, yeri də buradır. Bu nə edir? Bu elə bir browserin başına anladır ki, ey browser, güya ki, məsəl üçün, browser HTTPS bilir ki, Google HTTPS-dir və Google HTTPS açacaq. O deyir ki, sən Google-a getmirsən. Sən Google.com-a yox, sən Google.com-a gedirsən. Yəni Google.com hə HTTPS-dir, onu HTTPS açır. Amma Google.com HTTPS deyildi, onu HTTP kimi açmağa çalış. Browserin gəl burada başı allanacaq və browser Google.com-a getdiyi zənn edib sənə HTTP açacaq. Bu əvvəllər işləyirdi uşaqlar. Sonra browserlər zət artıq o qədər özünü güncəllədilər ki, belə şeylər düşmürlər. Və bir dənə bunu açım. Baxın burada görürsünüz. HSTS hijack.target bir də HSTS hijack.replacement var. Burada görürsünüz yazmışıq. İndi bayaq mən misal üçün birini yazmışam. Google.com-a gedirsənsə, replace olunur güya ki Google.com-a gedir. Ulduz.google.com, yəni Google.com hər hansısa bir subdomainə gedirsə, güya ki Google.com-dan gedir. Nə bilim, bu suya duaza gedirsə, güya ki bu su.com-a gedir və s. Temu.com-a gedən koruna gedir. Güya ki burada browserin başı allanacaq və sənə icazə verəcək. Burada uşaqlar önəmlidir, əvvəlcədən getmirsən yoxsa yox. Çünki əvvəlcədən getmirsənsə sayt keşlənir. Və o HTTP işləsə belə açmayacaq. Onu HTTPS yükləyəcək. Çünki sayt bir dəfə görür ki HTTPS. İkinci önəmli olan şey browserin özüdür. Browserin özü də biraz yenidirsə və güncəldirsə çox işləməyəcək. Microsoft Edge-də zətdə köhnə browserlərdə işləyə bilər. Üçüncü də sayt. Uşaqlar, saytlar HTTPS-dən əlavə HSTS əlavə edir. İstifadə edir. Görmüsünüz HSTS-lə olan sayt. Görməmişsiniz, görə də bilməzsiniz. Çünki HSTS-lə başında HSTS yazılan heç bir sayt yoxdur uşaqlar. HTTPS yazılır. Sadəcə fərqi nədir? Bax, normalda necə olur? Sən browserdir, web saytdır, düzdürmü? Əgər HTTP-dirsə səndən browserə, browserdən də web saytə HTTP gedir. 80 portu ilə. Əgər HTTPS-dirsə sayt və ilk dəfə gedirsənsə, səndən browserə HTTP, browserdən saytə HTTPS gedir. Növbət dəfələrin hamısında HTTPS gedir artıq birbaşa. Əgər HSTS-dirsə fərqi yoxdur. Birinci dəfə gedirsən, 10-cu dəfə gedirsən, 1000-ci dəfə gedirsən, səndən browserə də, browserdən saytı da həmişə HTTPS açır. Ona görə HSTS ucudan uca şifrələmə elədiyinə görə onu mən indi middle-dan necəsə bir yolla da aşağı salmaq olmur. Downgrade eləmək olmur ki, sən o trafiki görəsən. Instagramdır, LinkedIn'dir, Facebook'dur, belə saytlar müştərinin təhlükəsizliyinə önəm verdiyinə görə HSTS istifadə edirlər. Tamam, çünki orada downgrade eləsə başqa müştəri məlumatlarını görə bilir HTTP üzərindən. Tamam.
Ona görə bax, biz belə saytları qıra bilməyəcək. Yenə də aktivləşdirək gərək bunu. Görək bəlkə də bir ümid. Gəlirəm buraya yazıram HS, HS, TS. Tabı basan kimi avtomatik özü tamamlayır. Enter. Hə, bu zaten işləyir bu dəqiqə. Bayaq aktivləşdirmiş. İndi gəlin gedək Edge-ə girək, Edge browserində. Microsoft Edge-ə girdim. Bax, ən dandik browserlərdən də. History'ni təmizləyirəm ki, heç nəyi history'dən yükləməsin. Bax, sildim bütün history'ni. Clear now elədim. İndi gəlin bir dənə HTTPS olan sayta girək, misal üçün. trendyol.com. Görək bunu HTTP açırmı? Açmadı şu an. Keçdik. Instagram.com. Açmadı şu an. Gəldik. Nə bileyim, unique.eduas. HTTPS görürsünüz, açmadı bunu. Nə bileyim, aso.eu.edu.as. HTTPS. Tamam. Busu nokta. Bunu hiç açmırdı deyirsən. Bunu çevirəndə heç ümumiyyətlə açmır. Yox, açdı, açdı. Bunu açdı, HTTP açdı, zaten HTTP diye HTTP açdı şu an. Görürsünüz, etkisi yoxdur ki bunun. Tamam mı? Əvvəllər olurdu ama. LinkedIn zaten açanda gördün ki, burada not secure yazır. Və sən username, password göndərəndə gəlib səni düşə bilirdi, görə bilirdi. Prosta indi görmək olmur bu. Tamam. Google'dan keçəndə Google. Google bir var qeyddən parol username ilə keçirsən, bir var Google'un hesabını keçirsən, çevirsən. Ya orada getmir password. Yaxşı, bəs deyək ki, HTTP saytda parolunu falan yazmışam. Aha. Amma deyək ki, əvvəl yazmışam da. Ama bayağı kimse soruştu buradan. Murat soruştu neydi sağ ol. Görürsən sen connection arada kopur. Biz deyək ki, şəbəkədə olan və qeyddən keçəndə görülür o, yoxsa əvvəlkiləri? Əgər sən əvvəldən qeydətdən keçmişsən, sən keşdən yükləndi sayt. Əvvəldə zaten login olmuş ama HTTP sayt. Sən yəqin sualını düşün, mən orada görəcəm yəni username password. Eyni sual Murad da verdi. Görmürsən. Çünki o username passwordu göndərmir. Sən ancaq bilsən nəyə görürsən? Web saytda edilən requestləri görə bilirsən. Adam nə deyir? Bütün requestlər. Sən nəyə görəcəksən? Onun aktiv cookiesini görəcəksən də. Username password görmürsən, amma cookiesini görəcəksən. O cookiesini götürüb özünki ilə dəyişən kimi avtomatik adamın saytı aç. Adamın doğrulanmış yer açılacaq qabağına. Bir də siz eləmişsiniz. Bəli, elə olan kimi məntiqdir, bəli. Eyni. Orada səs username password lazım olmur. Son zamanlarda mən Instagram'ı qruplara indiririk gedirləri. Kim sındırıb görürəm? Mən bilmirəm, hesablar olanlar. O Sports yoxsa Ya, bu etfas deyil, sən mühəndis Instagram etfas eləməyəm. Phishing ya da sızdırılır Instagram məlumatları. SSD olabilir. SSD Instagram nə əlaqəsi var? Mesaj nazarına SSD tık edib kiməsə eləsələr ola bilər, amma onu hamıya kütləvi şəkildə eləmirlər. Instagram login sitesi göndərilir. Ondan deyir ki, sən kodunu dəyişdir. Hədə phishing olur da, phishinglə çox vaxt deyil. Ya da Instagramı çerez özündən sızır. Özündən? Bəli, özündən də sızır çox vaxt. Özündən nə deyir? Özündən sızır, hackləyirlər Instagram. Məsələ o ki, İndi sənin üçün hackləmirlər də Instagram. Məsələn, Muradı hackləmək üçün heç kim deyib Instagramı hackləmir. Instagramı hackləyirlər. Baxırlar ki, ha, içində Muradın da məlumatı var. Tutaq ki. Instagram necə ekləyirlər? Tutalım. Serverini hackləyirlər. Database-ni hackləyib çəkirlər oradan. Ha, hər hansı bir məlumat olur, hackləyirlər. İndi hər gün olmur, amma xüsusən ildə bir dəfə ola bilər, olmaya bilər. Yəni baxır da adam boşluq tapıb hackləyir gedir. Başqa cür mümkün deyil. Yox, mən Instagram brutforce eləyəcəm. Elə şeylər keçmir elə saytda. Hesab var, sonra Mən demişdim, sizə demişdim, sizin qrupda demişdim, amma 50 manatlıq Instagram ekləyənlər Instagram ekləyir. Sizə deməmişəm. Hansı qrup idi siz? Instagram eklemək diye bir şey yoktu uşaqlar. Yəni sizin o yəni sizin o düşündüyünüz WhatsApp-ı izləyirik, Liboy adamın nömrəsini ver bəsdir, nə bilim Instagram Liboy adamın adını denən hacklədim, bax kamerasını açır. Onlar hamısı fiflo söhbətlər uşaqlar. Elə bir şey yoxdur, mümkün deyil. O adam hackləyə bilsə, gətirin onu, mən ona o qədər Instagram hesabı verəcəm, o qədər pul verəcəm o adama. Hamısının bir hackləsin də yəni. Mənə də maraqlı olan şəxslər var, görüm bunlar. Nə var onlar? Yox, fake hesabda nə edirsiniz? Postaya buraya yazırsınız, ora buraya yazırsınız, nələrə yazırsınız, onlar götürürlərsiniz username password'unuzu. O başqa məsələ. Amma yəni onların dediyi şeylərin, nə bilim, WhatsApp, tutaq ki, Rəşad WhatsApp hacker, Rəşad.hacker gerisi yazılır. Instagram hacklənməsi, izlənilməsi, WhatsApp fake, hə. Hamısında da bir dənə kapşonlu hacker var qara fonda. Onların hamısı fake uşaqlar. 100 manat eləyən var, 50 manat eləyən var. Baxırsan ki, real görüntü paylaşır. Adam deyir ki, bax,
telefonuna girmişəm. Bax görürsüz. Onlar nədir? Onlar uşaq izləmə proqramları. Yükləyirlər telefona, açırlar bu tərəfi də bunu yükləyirlər. İcazələrini bu yandan verir. Başı çıxmayan deyir, "Oy da bu yazın, buraya yazdığı şeylər orada görünür." O uşaq izləmə proqramının hamısında var. Onu yükləmək lazımdır. Amma adamlar özləri heç onlar ona belə çəkir. Başqasının videosunu götürür, orada yazır Rəşad Hacker paylaşır gedir. Ne anda Sırf- sual vereyim? Başı çıxmayandan hekləmək üçün. Müğənniler falan Instagram oranmışlar. Onlar hamısı phishing var. Link satmışlar. Linki girip qeyd etmişlər. Adama misal üçün ruhi sənəti necə göndərmişlər? Shopify adından göndərmişlər deyirsən. Hə. O anda ruhi sənətin hansı işçisi girib tıklayıb gör nədir? Elə götürmüşlər o yüzünə. Böyle kim götürüyor oraya? Cookiesini də dartmaq olur da. Hə. Götürmək olur. Hə. Fark etmez. Necə? Link tıklayır. Biz phishing zat yaradıcıyıq, narahat olmayın. Orada görəcəksiniz ki, phishing necə olur, nə, backdoor necə işləyir. Bunların hamısını görəcəksiniz. Özünüz də eləyəcəksiniz. Yəni bunlar sadə bir şeylərdir uşaqlar. Yəni siz onu görürsünüz ki, buymuş, yəni bu qədər asan deyilmiş yəni. Və o hamıya eləyə bilərsiniz siz. Başı çıxmayan hamı inanacaq. Yəni məsələ o qədər sadədir. Yəni o belə kimsə deyir ki, narahat mən Libo Instagram necə hackləyə bilərlər? O necə olur yəni? Sən kimsən ki? Olmur da yəni, o olmur, mümkün deyil. Nə oldu ya, onu sən qabağında duran adam yoxdur ki, sən niyə get Donald Trump ekləmirsən? Niyə oradan sən niyə ismarız göndərmirsən? Niyə sən aram vurmursan? Necə oldu ki, sən ancaq nə bilim, gözləyirsən ki, kimsə sənə müraciət eləsin 50 manata. Gəl heklə də məni. Gəl məni heklə, mən inanım sənə. Ki heklə. Necə olacaq? Olmur axı, mümkün deyil. Yəni məntiqlə fikirləşin də, necə ola bilir bu? Niyə ki Elon Musk'ı hekləmirlər? Niyə onun adından Bitcoin çağırışı paylaşmır adam ki? Paylaşsa milyon adam görür. Hamı elə biləcək ki, Elon Musk'ın yeni proyektidir. Ən azından oradan pul qazana bilərsən də. Niyə olmur bu? Çünki ekləyəmirlər, elə bir şey yoxdur. Ya o mənasız bir şeydir. Siz də düşünməyin ki, kimisə ekləmək üçün gəlib Instagram'a ekləyəcəklər. Ha, Instagram'a ekləyən nə işi var burada? Nə işi var 50 manatlıq xidmət satır adam? Sabah seyir, Hə də özün gizliydi ki, o inanır. Hə, atır maksimum phishing ata bilər, oturub gözləyə bilər ki, onun düşəcək, düşməyəcək. Kilovda da atır gözləyir. Yəni o da nə bilirsən ki, ona görə o da ehtimaldır, hə. Adam inansa, çox inandırıcı eləsən düşər. Məşhur adamlar çox vaxt deyil. Məşhur adamlar özünü bilsin nə qədər gündə şey gəlir. Hə mənim özümə zayza yerlərdən maillər gələrdi. Ki partnerlik eləyən, Milliseklə belə eləyən. Nə var, girib orada SEO-lar axtarırlar. Hə, Millisek SEO çıxan kimi tap götürdü, atdı. Heç bilmir mən kiməm. Sizin liderliyiniz nə basıb bağlayırlar da şablon mesajlar. Aşağıda da şirkət haqqında görə PDF-lər. Hə, vursan backdoor'dur, nədir yüklənir kompüteri və gir buradan qeydiyyatdan keç nərindən. Hə, gir qeydini ki, hamısı gedir olar. Uzun da sayt adlardır. Venture Capital, nə bilim, Kanada, nə bilim, nə.com. Gəlib $1 alır, atır sənə ki, al da. Yəni belədir məsələ. Ona görə bunlar fake şeylərdir və bunlar rahatdır. Amma bunlarla yəni siz Instagramı hackləyəcəm, nə hackləyəcəm, girəcəm, baxacam eləyənməz. Maksimum nə edə bilərsiniz? Saytlarınız əgər universitetdə zad dəyişdirsə, müəllim girəndə ona bir dənə ARP spoofing gəlib müəllimin passwordunu zadı götürə bilərsiniz. Onun kabinetinə girə bilərsiniz. Belə şeylər eləyə bilərsiniz. Hə, qayıb zadı indi müəllimdən silə bilərsiniz. Bu belə şeylər eləyə bilərsiniz. Əgər HTTP-dirsə. Tamam, və bundan eləyə bilərsiniz. Amma digər HTTP saytları görürsünüz ki, mümkün deyil də açmır. Ha, indi siz də eləyərsiniz, bəlkə sizdə açdı, məndə açmır, amma açmır yəni uşaqlar, tamam mı? Və Man in the Middle-ında əsas özəyi budur uşaqlar. Siz şəbəkəyə girəndə ikinci olaraq asan şəkildə eləyə biləcəyiniz şey budur. Red teaming fəaliyyəti kimi deyək də. Ha, bundan sonra nə edə bilərsiniz? Bundan sonra artıq daha ciddi işlərə başlaya bilərsiniz. Orada serverlər zadı pentest eləyə bilərsiniz. Hansı ki, server pentest mövzusu İstər EGPT, istər OSCP, istər ECPPT, istər Safe Practical bir çox beynəlxalq sertifikatların əsas mövzusudur. İnfrastruktur pentestin əsas mövzusudur. Siz sabah pentester olsanız da bunu eləməlisiniz. Şirkətlər siz sabah beynəlxalq sertifikat imtahanını girsəz bunu eləməlisiniz. Nəyi? Serverləri pentest eləməyi. Biz gələn dərs və ondan sonraki 3-4 dərs ərzində ən azı server pentest keçəcəyik sizdən. Tamam? Eləmə yolları, portlardan necə girirlər, serverlər necə hackləyirlər, zırt-pırt, belə şeylərdən danışacağıq. Ona görə mən qrup atmışam Metasploit uşaqlar. Bunu yüklüyürsünüz gələn dəfəyə. Bu bizim elə bir ki, əlifbamızın ilk hərfidir. Metasploit nədir? Yox, qayd olandan danışmıram, əlavə bir şey yükləməlisiniz. Metasploit bu bir maşındır, virtual maşındır. Bildiyiniz Windows'a yükləyirsiniz, onu VirtualBox-a yük quracaq. Ya da VMware-ə quracaq. Metasploit içində zəifliklər olan, vulnerability'lər olan bir dənə Linux maşındır. Bildiyiniz Linux serverdir. Prosta içində
boşluqlar var. Tamam mı? Onu yükləyib onu pentest eləməyə çalışacağıq. İlkin texnikalar oradan öyrənəcəyik. Ondan sonra digər lablar üzərindən və digər yerlərdən artıq bunu daha da artıracağıq. Aydındır? Qəşəng maraqlı dərslərdir, önəmli dərslərdir, bol praktik edəcəyimiz dərslərdir, bol plus ala biləcəyiniz dərslərdir. Ona görə bu dərsləri mən düşünürəm ki, bunlar elə belə idi, bunlar işin belə deyəm məzəsi və əyləncəsi idi ki, bunu öyrəndiniz ikisini. Gördünüz, Wi-Fi necə qırırlar, mən individual belə eləyirlər. Bu elə belə şeylərdir. Sizə lazım olar, nə gözəl eləyərsiniz. Amma belə pentest tərəfdən heç bir şey yoxdur sizə. Tamam mı? Sırf red teaming fəaliyyəti üçün lazım. Amma gələn dəfə keçəcəyimiz mövzular çox önəmlidir. Bu arada paket tracer'a bircə dərs qalıb cəmsi. Göstərmək lazım, göndərmək yox. Paket tracer'ı bu dərs və gələn dərs ərzində göstərə bilərsiniz. Gələn dərsdə göstərməsəz mənfi 3-lər yazılacaq yəni. Tamam, gələn dərsə kimi yəni vaxtınız var, gətirib göstərə və pluslarınızı ala bilərsiniz. Tamam. Belə, bugünkü dərsimizdə uşaqlar bundan ibarət idi. Bugünkü dərslə əlaqəli sual varmı-sizə? Yoxdur yəqin ki. Bugün də xoşbəxt gününüzdür, çünki əvvəla vermirəm. Tamam mı? Bunlar sizin son xoşbəxt günləriniz idi. Gələn dərsdən sonra polnu yükləyəcəm sizi. Tamam mı? Ona görə bu xoşbəxt günlərinizi çalışın, gedin server Linux Privilege Escalation'ı həsr eləyin. Çünki bundan sonra artıq server pentest'in dalınca da Linux Privilege Escalation gələcək. Orada zaten şərtimizi şunda kəsmişik də. Bilməsəz mənfi 3 yazılacaq hər bilmədiyiniz sual. Ona görə vaxtında hazırlaşın. Nə imtahan? 4-cü ayın axırında olacaq o. 4-cü ayın. İnşallah. Bəli, uşaqlar verir hal-hazırda noyabrda. Yox, ancaq müsahibə olur. 4 aylıq ancaq müsahibədir. Başqa sualınız, təklifiniz, iradınız, qaranlıq qalan bir şey varsa rekorda düşəcək. Deyin, yoxdursa mən rekordu saxlayayım. Yəni ki, yoxdur. Onda mən rekordu